Gəlin nanoplastikin gizli təhlükələrindən və buna qarşı nə edə biləcəyimizdən danışaq. Bəli, bu həqiqətən belədir. Gizli bir işğal hər birimizin varlığını təhdid edir. Söhbət nanoplastiklərdən gedir. Bu kiçik hissəciklər bədənimizə daxil olub bizi içəridən məhv edir. Təsəvvür edin, o qədər kiçikdirlər ki, hətta suyun molekulyar quruluşunu belə poza bilirlər. Bəs bədənimizə daxil olanda nə baş verir? Təhlükə, inanın, çox ciddidir. Araşdırmalar onları xərçəng, sonsuzluq, ürək xəstəlikləri, hətta autizmlə əlaqələndirir. Dəhşətlidir, deyilmi? Amma bu təkcə bizim şəxsi sağlamlığımızla bağlı deyil. Problem daha böyükdür. Planetar miqyasda. Bilirsiniz, okeanlar planetimizin termostatı kimidir. İstiliyi udur və buraxır. Mükəmməl bir balans yaradır. Nanoplastiklər isə bu balansı pozaraq istiliyi okeanın dərinliklərində tələyə salır. Nəticə, getdikcə daha da şiddətlənən iqlim fəlakətləri. Sadəcə bu xəritələrə baxın. Son illərdə seismik aktivliyin necə kəskin artdığını görürsünüz. Problem dəhşətli görünsə də bir ümid var və həll yolu bizdən başlayır. Bu problemin həllini dünyanın ən yaxşı alimləri tapa bilər. Lakin onların bunu bacarması üçün lazımi şərait yaradılmalıdır. Vacibdir ki, alimlər üçün ən qabaqcıl elmi-texniki nailiyyətlərə çıxış, məhdudiyyətsiz maliyyə imkanları və müxtəlif sahələr üzrə sərbəst əməkdaşlıq təmin edilsin. Məhz burada hər birimizin rolu böyükdür. Əgər biz, dünyanın müxtəlif ölkələrində yaşayan adi insanlar, bu problem haqqında danışsaq, bu məlumatı başqaları ilə bölüşsək, bu mövzu getdikcə daha aktual olacaq. Axı ən çox danışılan mövzu sonda ən vacib mövzuya çevrilir. Deməli, biz, adi insanlar, bu mövzunu bir nömrəli mövzuya çevirməliyik. Ən vacib mövzuya. İnsanlar dünyanın hər yerində eyni problemi və onun həllinin vacibliyini müzakirə etdikdə, hökumətlərin də bir araya gəlib razılığa gəlməsi daha asan olur və onlar ümumi problemin həlli üçün güclərini birləşdirə bilirlər. Buna görə də biz bu şəraitin yaradılmasına kömək etməli, dəstək göstərməliyik. Kömək etmək isə çox sadədir. Bu məlumatı, bu videonu dostlarınla, ailə üzvlərində, həmkarlarınla və digərləri ilə paylaş. Bu sadə addımlarla sən artıq özünü, yaxınlarını və bütün planeti xilas etməyə töhfə verirsən. Əsas odur ki, biganə qalmayaq. Planetin gələcəyi bizim əlimizdədir.